Müharibələrin birində idi. Peyğəmbər cəmaət namazını qılır, zöhr namazını qılanda düşmən bu tərəf görür ki, bunlar namaz qılır. Deyir ki, yaxşı fürsətdir ki, namaz vaxtı hücum eləyək. Gözləyirlər ki, zöhrü bitirsinlər, əsrə başlayanda neynəsinlər? Hücum eləsinlər. Peyğəmbərə ayə gəldi. İzə kunta fihim əqamtə ləhumus salat fəltəqum taifətun minhum mə'ik. Ayə gəldi Peyğəmbər. Namazı belə qılacaqsınız. 2 rükətli birinci xof namazı deyərlər də. İndi onun qılınma qaydası var. 2 rükətli döyüşdə necə olacaq? Sən durursan Peyğəmbər qabaqda. Bir qism sənə iqtida edir, bir qism amma dayanır əlində qılıncı silahı. O silahını yerə qoymayacaq. Birinci qism birinci rükətdə sənə qoşulur. Yaxşı. Elə ki, sən səcdəyə getdin, onlar o ikinci rükəti furada tez qılır, qutarır, keçirlər təzdən qırağa, onlar dayanırlar. Yaxşı, səngərdə. O birlər tezdən gəlir, sənə qoşulurlar. Görün, cəmaat namazı nə qədər əhəmiyyətlidir ki, elə məqamda nə, qoy heç kəs cəmaat namazından məhrum olmasını. O məqamda. Yəni, bu bir rükətinə qoşulur, sonra o gelir, o birisi gəlir bir rükətinə qoşulur. Hətta döyüşün qızğınanda namaz da nə olmamalı, tərk olunmamalıdır. Bu bir mesajdır, bu ayə deyə. Dəhşət deyə Quran-ı Kərim. Namazın əhəmiyyətini görürsünüz. Namazın əhəmiyyətini görürsünüz. Yəni, hətta cihad vaxtı belə, ən çətin vaxtıda da öldürə bilərlər səni. Orada da neyirsən, namaz tərk olunmasını. Bundan o tərəfə namaz üçün nə söz desin ayə bizə? Başa-düşürsünüz. Deyirək, işim, gücüm çoxdur, namaz qıla bilmirəm. Bu ayə ilə qoy bu sözü, yan gör, düz gəlir, belə oturur. Adam deyər ki, bu söz deyin. Ayənin bir hissəsində Allah Teala xuzu xizrəkum, ehtiyatınızı heç vaxt əlvizdən verməyin. Bunun bir dənə də mesajı bizə budur ki, təvəkkül bu deyil, namazı qıl, Allah kərimdir. Yox, namazı da qıl, ibadəti də elə ki, qarşı tərəf sənin ibadətindən sui-istifadə eləyib sənin dinivə zərbə vura bilməsin. Təvəkkülü də bu cür nə elə? Namazı da hətta bu cür qıl. Namaz qılıram inşallah. Nə inşallah? Başa düşdümə qurban olum Allaha. Dükanımı bağla, get namazı qıl. Oğurlamazlar, mən namaz qılıram. Məsələn, necə ariflərin həyatında hərdən bir kinə belə şey eşidimsə, o nə sənli idi, nə mənli idi. Onlar bəzi şeylər biliblər, bəzi vaxtlar nəsə olub həyatlarında. Sən otur namazı qıl, o deyil. Sonra ehtiyatı saxla. Ehtiyatla addım atqınan. Xuzu xizrəkum. Quran ayəsidir. Bu mesajı götürün bu ayəni. Ehtiyatla yaşayın. Hələ hər şey Allah kərimdir. Yox, bildi mi Allah kərimdir? Bunun kərimlə əlaqəsi yoxdur. Sən diqqətli yaşa, bəsirətli yaşa, Allah sənə kömək edəcək.